İndi rastlaşdı o video mənə, Cəlilabadda o veteranı çəkmişsən, Rauf deyəsən qardaşımız. Onlar stres, əsəb içində olan insanlardır, müharibənin həyəcanları onların daim ürəklərində, başlarındadır. Valla onların ömrü elə 2 addımlıdır. 11 dəqiqə ən məhsul yaşayan vaxtıdır, ömrün ən məhsul vaxtıdır. Balaları körpə. Mən buradan Cəlilabadımın qeyrətli oğlanlarına səslənirəm, Azərbaycanın qeyrətli oğlanlarına səslənirəm. Topalaşayın bir dənə əlilə verib, bir dənə kampaniya edib ona ev tikəyin. O Fariz Göytəpəli Farizə. Heç nəyə bir ayın içində ona ev tikildi. O Rauf, mənə rast gəlib videoları, sosial nazirin qabağında. Baxmadılar da, baxan yoxdur. Özü ürəkli oğlandı ya, ona deyib baxırsan böyle hökümlü danışır maşallah. Canavar ürəkli adamdır. Onların o atdığı, o addım var ha, o müharibədə. O hər adama qismət olmur, and ol Allah. İndi bu səhv edib, düz edib, qayıdıb da müharibədən qayıdıb. Gərək nəsə olaydı, nəsə eləyəsiniz. Buna sağ şəhid deyə bunlara. Ancaq ələ verə Cəlilabad xalqı, Azərbaycan xalqı kömək elə ona bir dənə ev tikəyin, başda dönərəm sizin.